Vardı ki insanları belə söyürlər. Özlərinə kişi kimi necə deyim, kimisə söyməklə qürur duyurlar, fəxr eləyirlər. Deyirlər mən kişiyəm. Ya qadın olaraq heç əxlaqdan xəbəri olmayan, əxlaqdan xəbəri olmayanlar mənə ağıl qoyurlar. Get, vızqırt çıx çölə. Qaraçı nəslin deyə, nə olur mənə qaraçı olum? Üstün başım gül kimi. Qaraçı sənin nəslindir, kökündür. Qaraçı. Məndən bətər günə qalasan, belə çətin vəziyyətdə qalasan, qaraçı yox. Mən indi ola bilər çətin bir vəziyyətdəyəm, ailəm yoxdur, uşağım yanımda yoxdur, ərim yoxdur. Heç ər o yana qalsın, heç əri neynirəm. Uşaqlarım yanımda yoxdur, atam yoxdur, yenə də ailəm yoxdur. Qardaşım yox, ola bilər köməyim, arxam yoxdur. Mənim köməyim Allah. İndi sizdən də insanlar, yaxşı insanlar deyirəm, mənə kömək eləsinlər, evin pulun kömək eləsinlər. Sənə ərsiz qalasan elə. Ay sənə ərsiz qalasan elə, ər xəstəsi deyir mənə. Ay sənə ərsiz qalasan elə. Ay sənə bu küçələrdə ərsiz qalasan elə. Ər deyib dad gedəsən sən. Sen onun bunun oyuncağına çevriləsən. Bir yeri get də işin dalıca da. Ər xəstəsi. Sən elə ər görməyəsən, əgə qadınsan sən. Düz deyirəm. Sən ər görməyəsən, oyuncaq olasan əllərdə. Can tərbiyəsizlər. Çay koymaya getdim də, bir stəkandım çay koyum, çay qaynasın, çay içim də, boğazım ağrıyır. Bəstirində cəmaatı yıxıb sürdünüz də, bəstirində nə istəyirsiniz bu canımla? Niye söymürəm, cəmaatı sevmirəm, ay adımı mənə qoyma, ay adımı mənə qoyma, ay düşofka adımı mənə qoyma, ya da arvadımın adını mənə qoyma. Bildiğin bacımın adını mənə qoyma. Utanmaz. Bəs sən söyürsən, siz nə tulasınız ki siz mən söyürsünüz? Pox yiyir, qələt eləyir, deyir alır cavabın. Qoyur anasının adını mənə, ata arvadının adını mənə, bacısının adını mənə. Belə bala da cavabını alır, doya doya. Mundarsa, mundar sizin nəsilvizdir. Mundar sikimlərdir, iti verənlər. Mənim ağzımı açır. Mundar niyə oluram mundar? Nə mundar olmuşam? Mən gül kimiyəm, gül kimi. Mənim kimi təmizən nəsil əcabətində yoxdur. Kökündə yoxdur, bildin? Gəl mənim yaşadığım evə bax. Gör ki təmiz nətər olur. Sinkimlərin evi hansı tinə baxırsan, bəlkə də iyili corab, iyili paltar. Mundarın birisiz. Gəlib mənə təmizlikdən dərs deyirsiniz. Ev mənim deyil, yox, kirayədir. Allah elə eləsin evim olsun. Mənim deyil, söhbət ondan getmir. Söhbət evindən, kirayədən getmir.
Adam var ki evini de görmüşük ki tövlə ondan yaxşı, tövlə ondan təmizdir. Hara baxırsan o adamlara ki gülürlər pis söz. Vallahi baxırsan tinə gedirsən uşağının paltarı o tində, bu tində, corabı o tində, iyili corabı. O qədər mən insanlar görmüşəm ki Andola Allah'a adama ayıp eləyirlər. Ama gedib görürsən ki Allah eve girirsən evdən itiyi gəlir. Eve gedib görürsən uşağın iyili corabı orada, ərin iyili corabı burada. Deyirsən bu ağıl qoyurdu, bu deyirdi. Ama Gülxanım uşağı da olub, körpü uşağı da olub. Bu yenə də gəldi. Bu Mongol bu yenə də gəldi. Rədd ol, dəf ol buradan. Gülxanım uşağı da olub. 3 tane körpü uşaq olub. Gülxanım baba ərin də paltarını yuyub, uşağın da paltarını yuyub. Gülxanım evi də. Gülxanım evi bir sənəcə saxlayıb gül o körpü uşaqları. Elə bir dənə corabı üzdə olmazdı ki onların bir çirikli corabı. 10 dənə uşağı da olsa Gülxanımın yanında yenə o təmizliyi o təmiz olar. Deyə Allah şahididir ki bayram. Ölməyib ki. Hansı gedib fermalara gedirdim. O getdiyim o fermaları gülə döndərirdim. Mən cəmaət bəlkə villalarını elə təmiz saxlamaz. Gəlib o fermanın müdiriyyəti gəlib görürdü o evləri mən gülə döndərirdim. Bax Gülxanım həmin adamdı. Bildiniz? Gül eləyirdi, gül. Bəli, tərifləmirəm. And alıb alamınca ki tərifləmirəm, olanı deyirəm. Yanımda olan qonşu da var ki görür ki necə təmizəm. Hara getmişəm hansı kimlə qonşu olmuşum, hamı görüb mənim təmizliyimi. Kimisə evinə qonaq gedirəm, hamı deyir ki, ay Gülxan, biz hələ-mələm adamı evə qoymarıq. Amma sən elə səliqəli, elə təmiz, elə özünə baxan, təmizkarsan ki, biz hələ-mələm adamı evə qoymuruq. Elə adamların mən evinə gəlinlərin qonaq gedirəm ki, evi villa, gözəl, təmiz, səliqəli, baxımlı gəlinlərin evinə qonaq gedirəm. O gəlinlərdir ki, biz hələ-mələm adamı qapımızdan içəri qoymarıq. Amma səni biz evimizə qoyuruq. Çünki sən təmizkar, ürəyi təmiz, qəlbi təmiz, sakit, necə deyim, özünə baxan, yəni səliqəli, yəni mundar deyilsən. Başası biz mundar insanı, səliqəsiz bir qadını biz evimizə qoymarıq. Həm də paxıl deyilsən. Biz səni belə tanımırdıq. Sən həqiqətən həyatda, sən ürəyi təmiz, sən sadəcə safsan, ürəyin təmizdir. Hamı mənə bu sözü deyir. Amma pis yazanlar var ha. Pis elə sizlər özünüzsüz. Doğrudan bəli, Atovuncanı ki doğrudan deyirəm. Atovuncanı ki doğrudan deyirəm. Gülxanım kimi təmiz sizin nəsil əcabətinizdə ola bilməz. Gülxanımın saxladığı ev, bəlkə sizi kimlər, Gülxanım kimin evinə qonaq gedir, hamı deyir ki, ay Gülxanım sən gülsən, Gülxanımın evinə gəlin baxın, Gülxanımın bu corabı var ha, bəlkə sənin o bahalı paltarın var ha, ondan Gülxanımın corabı sənin paltarından təmizdir. Sizlər iyi verə-verə gəzənlər sizi. Məni deyirsin ki başım bitdi. Gülxanım təmiz sənin nəslində arvadın Allah bilir. Mənim ağzımı açma da. Gülxanımın təmizliyinə, Gülxanımın evinə gəl, ev tök, dilivi tök yala. Ona görə o qədər təmizdir Gülxanım ki. Bilirsən? Gülxanım azı fermalara gedərdi, əxlaqım girsin gözü və Atovun gözünə. Gedirdi fermalarda yaşayırdı. Oranın müdiriyyəti gəlib deyirdi ki bayram halaldır ya. Buranı adam var ki evi villa, pox içindədir. Amma adam var ki çadırda gedib yaşayır, oranı gülə döndərir. Gülxanım o adamlardandır. Bax Gülxanımın bu corabı var ha, yerə dəymir. Çünki onu gündə dəyişib yuyur, ayağına şəppi giyinir, o toz olmasın. Gülxanım belə təmizliyə. Gülxanımı gəl bax qabına evinə saxladığı